Salam dəyərli izləyicilərimiz. Bugün sizə fərqli bir prosedur haqqında danışacağım. Biz hər zaman çalışırıq ki, müalicəvi və ya ağrı kəsici blokada üsulları ilə xəstələrimizi ağrılardan azad edək. Amma bugünkü etdiyimiz prosedur bu onurğa beyin mayesinin çəkilməsi və laboratoriyaya yönləndirilməsi məqsəd daşıyır. Niyə? Çünki pasiyentimizə fərqli bir gedişli ağrılar var. Belindən ayağına doğru gedən ağrılar, ayaqda axsamalar, bir çox yerlərdə müayinələrdən keçib və bir çox həkimlərin nəzarətində dağınıq skleroz xəstəliyi, yəni MS xəstəliyi varmı, yoxmu deyə sual altında qalıb pasiyentimiz. Bu bizim üçün də həm də maraq doğurur. Çünki bəzən xırda kiçik blokadalı dərmanlardan ağrıları və hətta ki, ayağında olan gücsüzlüyü azalır, xəstə daha rahat hərəkət edir. Bəzən də bu daha da şiddətlənir. Belə durumda baş beyin MRT-sində dağınıq skleroza şübhə var, amma bunun bir daha təsdiqi üçün mütləq şəkildə onurğa beyin mayesinin laborator şəraitdə araşdırılması, xüsusi özəl bir problar var ki, özəl bir analizlər var ki, bunları yoxlayaraq xəstəmizdə həqiqətən dağınıq skleroz xəstəliyi varmı, yoxmu bu diaqnozu qoyub və ondan sonra bunun müalicəsi üçün professional tərəfdən yanaşma icra olunacaq. Ümid edirəm ki, analizimizin nəticələri üz güldürən olar və xəstəmiz də inşallah sağlamlığına qovuşar. Təşəkkür edirəm.